görürsən ki, sanki Ramazan ayında olmamış kimi, ibadətlər etməmiş kimi, dualar edib yalvarmaqlar olmamış kimi yaşayır. Nə gecəsində Ramazanda axırıncı təravihi qılır, ta gələn Ramazana qədər. Allah Azza və Cəllə ilə gecələrdə görüşməkdə sənə bir pislik mi gəldi ki, sən tərk edirsən? İnsan yaxşı olmayan şeyləri tərk eləyər. Gözəl olmayan şeyləri tərk eləyər. Allahdan uzaqlaşdıran şeyləri tərk eləyər. Adam gecə ibadətlərini tərk eləyir. Orucu yalnız Ramazanda bilir. Sədəqəni yalnız Ramazanda bilir. Acları yedizdirməyi yalnız Ramazanda bilir. Bu bilir dediyimiz də Allahın rəhmətliklərinə aiddir. Bəziləri bunu Ramazanda da bilir. Onun üçün, qardaşlarım, önəmli olan insanın Ramazandan sonra